Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Bu videonu səsli çəksəm də daha sonra editləyərkən heç xoşuma gəlmədi və hal-hazırda üzərinə səsimi yazıram. Ona görə də əl hərəkətlərimi falan görsəniz bilin ki, yəni orada nə isə sizə izah eləməyə çalışıram. Ona görə təəccüblənməyin. Vloguma keçməmişdən əvvəl demək istəyirəm ki, özünüzə bir çay süzün, əyləşin, həm istirahətinizi edin, həm də vlogumu izləyin. Yox, əgər əlinizdə vacib işiniz varsa da, eybi yoxdur, o zaman yorulmayasınız. Amma əlbəttə ki, sonda videonu bəyənib şərh yazmağı da unutmayın. Keçən indi vlogumuza. Bilirsiniz ki, biz çalışırıq hər dəfə yeni ildə mağazada satılan hədiyyələr kimi qutular hazırlayaq. Amma əlbəttə ki, içərisində daha keyfiyyətli məhsullar olsun və ən çox da Ajdanın sevdiklərindən olsun. Keçən ildən də qutularımız var idi, amma yoldaşım yenə alır. Fikrində artıq nələr var, neçə dənə qutu hazırlamaq istəyir, onu artıq bilmirəm, yaşayıb görərik. Və belə 2-3 dənə kulokun içərisinə qoyub ki, evə gətirən zaman Ajda içərisində nə olduğunu başa düşməsin. Deməli, Ajda üçün aldığı yeni il hədiyyələridir. İstici çox sevir bu aralar. Ona görə də hər şeyini belə isticili seçdik. Bu su qabını da almaqda məqsəd inşallah Ajdanı gimnastikaya yazdırmaq istəyirik. Və ora gedən zaman çantasına qoymağa belə bir su qabı seçdik. Digərlərini isə gündəlik istifadəsi üçün, oynamaq üçün alıb yoldaşım. Artıq dəftəri və qələmin birini vermişik. Birazdan dəftəri də göstərəcəm sizə. Deməli, necə oldu o da onu verməyimiz. Bir də qızlar deyəcəksiniz ki, mövzudan mövzuya keçir, amma bu bankanın içərisində olan nədir heç başa düşmədim. Əgər bilənlər varsa yorumlarda yazsın, zəhmət olmasa mənə də aydın olardı. Çünki elə maraqla baxdım buna. Yoldaşımın da başı çıxmadı ki, o nə olan şeydir. İndi qalıb belə maraqla gözləyirəm ki, Ajda onu bir dənə açsaydı, bir görərdim onun içindən nə çıxacaq. Hə, elə onu danışırdım ki, necə oldu bu dəftəri Ajdaya verdik. İsticili bir şəkli var idi. Hamama da aparıb, əlində su olub həmin o şəkil və cırılıb. Bir də gördük ki, ağlaya-ağlaya gəlir. Atasının da ürəyi dözmədi. Dedi, get gətir qızımın dəftərini sevinsin. Yəni bu da belə getdi. Dəftərlə sürpriz eləyə bilmədik, amma digərlərini gizlədib qoymuşam qırağa. Daha sonra qızlar artıq görmüsünüz yəqin ki, kosmetikalar almışdım. Biraz qiymətləri münasib olmasa da qızılı qutunun içərisində olan bronzeri artıq neçə vaxt istəyirdim. Və keçən dəfə də bir YouTuber var, Gülnar xanımdır. Həmin o xanımı izləyirəm. O mağazada gəzərkən çox gözəl endirimlər olduğunu çəkib paylaşmışdı. Bəzi məhsullar var idi ki, qutusu olmadığına görə 30-40% endirim ilə satılırdı. Fürsət düşmüşkən aldım. Yes'Laran həmin bu bronzer 155 manatdır. Bütün mağazalarda yəni eyni qiymətdir. Digər Givenchy 75 manata idi qutulu halda satılanı, amma olmadığına görə 49 manata verirdilər və düzdür, Dior'un qiymətini bilmədim, amma satıcı xanım dedi ki, 90 manata satılır deyəsən qutulu forması və 90 manata satılır deyəsən qutulu forması, amma 45 manata almış oldum. Üçü də ürəyimcə oldu. Allah hər kəsə istədiyini və arzuladığı şeyləri almağı qismət etsin. Mən hər zaman bilirsiniz ki, hər şeyə münasib olanı almağa çalışıram, amma bunları da neçə vaxt görürdüm. Özümə söz vermişdim ki, bir dəfə inşallah qismət olsa alacağam. Axır ki, o gün bugün imiş və almış oldum. Və indi isə keçək Temudan aldıqlarıma. Bilirsiniz ki, mənim 2 qaynım var və birinin hədiyyəsini artıq paylaşmışdım sizinlə. Burada isə həm qaynımın, həm də ki, qaynatama aldığım hədiyyədir. İkisinin də tərzinə uyğun belə geyimlər almışam. İnşallah bəyənərək istifadə eləyərlər. Özlərindən də soruşmuşdum, dedim sizə yeni ildə nə alım? Heç kim heç nə demədi. Təsəvvür edin mənə, yəni elə sual versələr, mən heç sakit yanaram, amma onlar cavab vermədi. Ona görə də mən də elə bildiyim şeylərdən belə geyim. Digər qaynıma powerbank göstərmişdim aldığımı. Özümə aldığım powerbankı görəndə demişdi ki, "Ha, mən də belə bir şey lazım." Ona görə də elə ona powerbank aldım. Digər qaynıma isə belə jaket aldım. Çox xoşuma gəldi jaketin materialı. Qaynatama isə kofta almış oldum. Onun tərzinə uyğun. Hal-hazırda çəkməmişəm, amma düşünürəm ki, elə bu videonun ardınca hədiyyələri paketləməyi də birlikdə eləyək və bu videonun ardına əlavə eləyim həmin o görüntüləri də. Uşaqlara da geyimlər almışam qızlar. Daha çox üst geyimləri, ev geyimləri var. Maşallah azdan çoxdan, amma üst geyimləri Ajda üçün balaca olduğuna görə, artıq qolları qısa olduğuna görə həm Ajdaya balonka aldım, həm də Raul üçün belə üst geyim aldım. Əslində bunu o qədər də bəyənmədim, çünki biraz daha keyfiyyətli gözləyirdim. Belə şux duran bir materialda gözləyirdim. Model olaraq çox bəyəndim. Elə şəkildəki kimi idi, amma dediyim kimi biraz daha belə bərk şux duran bir material istəyirdim olsun. Ajdaya aldığım ayaqqabı ilə balonkanı isə çox bəyəndim. Belə krem rəngində, çəhrayı və ağın qarışığı olan belə bir rəngdə ayaqqabıdır, batinkadır. Tam ayağına oldu. Hətta biraz böyükdür, amma olsun, tez böyüyürlər onsuz da. Və bayaq da dediyim kimi Ajdanı istəyirik gimnastikaya yazdıraq. Orada da müəllimə ilə soruşdum ki, nələr lazım olacaq. İndidən artıq alış-verişini eləyim.
eləyim, hər bir şeyini alım. Dedi ki, belə bir babet ayaqqabılar lazım olacaq. Babet corab deyirlər, yoxsa ayaqqabı. Yəni axırı həmin o gimnastika zamanı ayaqların sürüşməməsi üçün belə bir şey geyinirlər ayağa. Onu da sifariş elədim elə. Bu balonkanı isə həddindən artıq bəyəndim. Bilmirəm leopar olduğuna görə ya nədir. İçərisi də qalın idi. Çox belə ayrıca bir vuruldum yəni balonkaya. Və sonda da paketin içərisindən də belə lip balmlar çıxdı. Hər dəfə sifariş etdiyim zaman nəyisə alanda çalışıram azdan çoxdan belə hədiyyəliklərdən əlavə eləyim sifarişə ki, daha belə toplu bir şəkildə sifariş yerləşdirmək lazım olmasın. Elə hər dəfə az-az əlavə etdikcə zapasa atıram, qoyuram qırağa. İnşallah davamı da gəlsin. Və keçirik burada da Defacto'dan aldığım alış-verişə. O qədər sevinərək almışdım bunu, amma təəssüflər olsun ki, axırda göstərəcəm. Ürəyimcə olmayan bir məhsul oldu. Burada da Ajdaya belə kofta almışam. Bir də bu sifarişdə lasin də almışdım. Bu ikisini, həm koftanı və lasini də elə gimnastika üçün sifariş vermişəm. Lasin tam əyninə oldu. Elə mən də yaşını seçmişdim. Biraz böyük də almadım ki, tam əyninə olsun, yəni tökülməsin əynindən. Əlbəttə bu qədər alış-veriş eləyib rəalət üçün almamaq olmazdı. Ona da belə yeni ilə aid pijama dəsti aldım. Defacto-nun ümumiyyətlə materialını, keyfiyyətini çox bəyənirəm. Amma bu axırıncı sifarişimdə biraz narazıçılığım oldu ki, əslində mənim yoldaşım 2XL geyinir. Mən də sifariş edən zaman buna diqqət etmişdim ki, yəni 2XL olsun. Amma həddindən artıq böyük gəldi koftalar. 2 ədəd belə kofta almışdım. Yəni ucuz da deyil. Birini 25 manata yoldaşım üçün hədiyyə almışdım. Keyfiyyət baxımından söz ola bilməz. Çox bəyəndi, amma dediyim kimi çox böyük oldu. İnşallah onu görüm. Dəyişdirə də bilmirəm. Çünki Sürət Kargo bu dəfə məni çox narazı qoydu. Çünki həmişə razı qalırdım onlardan, amma bu dəfə dedilər ki, biz qaytarma etmirik. Demək olar ki, elə paltarlar əlimdə qaldı. Ağlıma da gəlmir nə eləyə bilərəm onu, ancaq bəlkə satıla bilər. Kimə satırlar, necə eləyərik, heç onu da bilmirəm. Yəni ki, qızlar, bu dəfəki alış-verişim o qədər də yaxşı olmadı. Həm də mənim də diqqətsizliyim oldu. Gərək bir razmer balaca alardım heç olmasa. Burada da Ajdanı göstərirəm sizə. Əyninə paltarlar çox gözəl oldu. İnşallah sizlərə gimnastikadan da görüntülər paylaşmaq qismət olar. Və bura kimi izləmisinizsə, deməli videom xoşunuza gəlib. Əgər hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Əlbəttə ki, şərh bölməsində də düşüncələrinizi bölüşə bilərsiniz. Dəstəyiniz mənim üçün önəmlidir. Çox şükür artıq 10.000 abunə olduq. Bütün izləyicilərimə təşəkkür eləyirəm. Yaxşı ki varsınız. Mənim ən birinci kanalım mart ayının 10-u açılmışdı. Səhv eləmirəmsə ilk videomu da həmin ərəfələrdə yükləmişdim. Novruz bayramına təsadüf etmişdi və paxlava, şəkərbura, cürbəcür gözəl şirniyyatlarımızı bişirərkən paylaşımlar edirdim. Daha sonra səhv qeydiyyatdan keçdiyimə görə bütün bu kanallarım bağlandı. Məni ilk videolarımdan izləyənlər bilir. Əvvəl adım YouTube kanalımın adı Efar Home idi. Amma sonda axırda bir qərar verdim. Evimiz vlog adında bir kanal açdım. May ayının 14-ü. Düzgün qeydiyyat sayəsində hələ də davam elətdirirəm çox şükür. Əvvəl bir çox izləyicilərim var idi. Əgər həmin o izləyicilərdən burada da varsa, mənə yazın ki, mən bilim. Vlog çəkən digər bacılarım da var idi. Hal-hazırda heç biri vlog paylaşmır. Gündəlik həyatımız heç bilmirəm niyə yoxa çıxdı birdən-birə. Hər dəfə məndən soruşursunuz, amma inanın mən də sizin kimi çox nigaranam. Daha sonra evimdəki günlərim, Ağ Evin xanımı adlı bacım, yəni hamısı vlog paylaşırlar, çox gözəl vloglar çəkirdilər. Müəyyən bir pilləyə də artıq hamısı qalxmışdı, amma artıq video paylaşmırlar. Əfsuslar olsun ki. Yəni qızlar, nə demək istəyirəm? Mövzudan mövzuya keçmiş oldum, amma davam edim söhbətimə. Bu cür keşməkeşli yolların olmasına baxmayaraq yenə də davam etdim. Bu kanalı açdım. Həmin ərəfələrdə o qədər travma yaşayırdım ki, qızlar, Allah düşmənin belə başına gətirməsin. Min cür əziyyətlə vlog çəkirdim, montaj eləyirdim, həm də o vaxtlar videolarımı səssiz vlog olaraq paylaşırdım. Yəni indiki kimi belə rahat deyildi də, danışmırdım. Alt yazı əlavə eləyirdim videolarıma. Hamısı da vaxt tələb edən şeylərdir və hər dəfə səhər oyananda görürdüm ki, kanal bağlanıb. İnanın artıq yuxularıma kimi girirdi ki, oyanıb telefona baxırdım, görüm kanal yerindədir ya yox. Arada yoldaşım deyir ki, halaldır sənə bu qədər problem çıxmağına baxmayaraq yenə də əl çəkmirdin video çəkməkdən və həqiqətən də yaxşı ki davam etmişəm. İnşallah inanıram ki 100.000 abunə plaketini də əldə edəcəm. Çünki çox istəyirəm və arzulayıram. İnşallah bir gün onu da sizinlə paylaşaram. Onun da sevincini sizinlə birlikdə yaşayarıq. Burada da artıq göründüyü üzrə julyen hazırlayırdım. Burada doğrama üsuluna fikir verməyin. Yəni necə gəldi doğradım, amma dad olaraq yəni eynidir də, fərqi yoxdur. Necə istəyirsiniz doğrayın, istəyirsiniz standart julyen formasında doğrayın, istəyirsiniz mənim kimi elə kubik doğrayın. Yəni tez, əsas o tez olsun. Yanında da belə düyü hazırladım. Düyünün üzərinə qoydum və çox dadlı alınmışdı. Sizlər də hazırlaya bilərsiniz. Deməli qızlar, indi saçlarımı qurudacağam. Səhərdən elə
Yemək falan bişirdim. Yəni hal-hazırda quruda bilirəm saçlarımı. Güzgüyə indi baxdım ki, saçlarımı heç daramamışam yuyandan sonra. Bu kremi çəkdim saçıma. Çox gözəl bir kremdir. Quru və sərt saçlar üçündür və bunu çəkdiyiniz zaman şumal eləyir saçları. Mütləq alın. Trendyoldan almışdım. Qiyməti də o qədər baha bir şey deyil. Hardasa 7-8 manat vardı və həqiqətən çox, yəni uzun ömürlü bir məhsuldur da. Bir damcı götürürsüz. Mənim saçlarım uzundur. Hardan deyim? Belimə qədər də demək olar ki, belimdən biraz azdır, qısadır. Və bir damcı götürürüm, fındıq boyda bu qədər. Yəni bu mənim bütün saçlarımı olsa saç diblərinə çəkmirik, sadəcə saçın uclarına çəkirik. Yəni bəs eləyir, çox da gözəl yumşaq eləyir saçlarımı. İndi fırınla qurudum saçımı. O vaxta kimi də nəmləndiricini çəkim, çünki makiyaj da eləyəcəm. Nəmləndiricini çəkim, biraz qalsın üzümdə, nəmlənsin dərim. Və dediyim kimi hədiyyələri də sizinlə birlikdə hazırlayırıq, paketləyirik. Bunları hazırlayıb qoyacağım yolkanın yanına. Bu hissələrdə çox səs yazmaq istəmirəm, çünki hal-hazırda Ajda digər otaqdadır və onun da burada hədiyyəsi var qızlar. Yəni ki, burada çox səs yazmayacağım, artıq gördüyünüz şeylərdir. Paketləyərkən sadəcə sizlərə də göstərirəm. Və artıq burada da vlogumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Gələn vloqlarda görüşmək diləyi ilə özünüzə yaxşı baxın. Hələlik.